Salam müəllimlər, sizlər üçün yeni yaratdığım kanalımda belə bir sual paylaşmışdım və burada açıqlama hissəsində yazmışdım. Qeyd edənlər oxuyub müəllimlər təbii ki. Hansı sualın açıqlamasını istəyirsinizsə, həmin o suala like işarəsi qoyun. Mən o testin izahını TikTok kanalda paylaşım. Sizlər də daxil olub bu kanala suallarda, quizlərdə iştirak edə bilərsiniz. Hansı quizin izahını istəyirsinizsə, ona like işarəsi qoymaqla mənə bildirmiş olarsınız, siqnal vermiş olarsınız belə deyim. Mən də sizə bu testin izahını verə bilərəm TikTok səhifəmdə. İndi gəlin testin izahına keçək. Valideyn övladı üçün təhsil müəssisəsi seçmək hüququndan istifadə edərək bir neçə təhsil müəssisəsinə yaxınlaşaraq məktəb rəhbərliyi ilə həmin tədris ocağında tədrisin keyfiyyəti ilə bağlı məlumat almağa çalışır. Məntiqi təfəkkürün növünü seçin. Yəni valideyn onda düşünəndə hansı məntiqi təfəkkürün hansı növündə düşünmüş olur. Burada artıq görürsünüz ki, bir hüququndan istifadə edir. Valideyn öz hüququndan istifadə edir. Bu bir qaydadır, düzdürmü? Qaydadan nümunəyə getmək artıq nə olur? Deduktiv olur. Yəni bir qayda var ortada. Valideyn vəzifəsini də icra eləsə, deduktiv düşünəcək. Valideyn hüququndan da istifadə edib yola çıxsa, deduktiv düşünəcək. Və yaxud da bir düsturdan istifadə edərək bir məsələni həll etmək deduktiv düşünməkdir. Artıq burada bilirsiniz ki, müəyyən bir qayda var. Yəni adicə misal üçün, məktəbin kitabxanasından istifadə etmək hüququndan şagird istifadə edərək gedir məktəbdən, məktəbin kitabxanasından bir neçə kitab götürür və yaxud da kitab gedir götürməyə. Neyniyir? O bir qaydadan yola çıxır. Burada da valideyn artıq öz hüququndan, yəni övladı üçün təhsil müəssisəsi seçmək hüququndan istifadə edərək məktəblərə yaxınlaşır, orada təhsilin keyfiyyəti ilə maraqlanır, hansı daha uyğun gəlirsə onun üçün onlardan birini seçir. Yəni nümunələrə gedir, qaydadan nümunələrə yönəlir və birini seçir. Konvergent ola bilməz, çünki konvergent düşünmə necə olur? Müəyyən bir problem olur ortada. O mövcud həlli yollarından səmərəlisini birini seçir və onunla məsələni həll edir. Özü məsələnin həllinə tez çatır. Divergent bunun əksidir. Mövcud yollara başvurmur, gedir yeni həlli yollar axtarmağa. Ona görə də məsələnin həllinə biraz gec çatır. Divergent yaradıcı olur, konvergent isə yaradıcı olmur, amma tənqidi təfəkkürlü olur. Çünki səmərəlisini seçir içindən. Mövcud həlli yollarından seçir, istifadə edir, problemi həll edir. Burada induktiv deyil, çünki induktivdən o deməkdir ki, nümunələrdən bir qaydaya gəlməkdir. Müəllim tutaq ki, məktəbə gedir, bir neçə sinifin qapısını açır, görür ki, heç kim yoxdur, anlayır ki, demək məktəbdə heç kim yoxdur. Burada sistemli düşünmək də deyil. Sistemli düşünmək odur ki, bir prosesin digər prosesə təsir eləməsidir. Burada səbəb-nəticə əlaqəsi var. Misal üçün, orta əsrlər dövründə Azərbaycanda, demək, Şirvanda quraqlıq oldu, bundan da məhsul qıtlığı yarandı, ərzaq azaldı, qiymətlər bahalaşdı, azlıq baş verdi, nəticədə də üsyan baş verdi. Gördünüzmü? Bir proses digərinə təsir elədi. Bir prosesin digərinə təsir eləməsi sistemlə düşünməkdir. Ardıcıl düşünmək isə, misal üçün, mən sintaksik təhlil etməkdən ötürü əvvəlcə qrammatikanı öyrənməliyəm, sintaktika mövzusunu öyrənməliyəm. Gördünüzmü? Yəni mən bunu etməkdən ötürü əvvəlcə nə isə eləməliyəm. Burada sonra əvvəl anlayışı var. Müəyyən bir ardıcıllıq var, bir yol var, bir alqoritm var. Bu daha çox prosedural biliyə uyğun gəlir. Yenə qeyd edirəm, deduksiya odur ki, bir qaydadan yola çıxmaqdır. Siz artıq görürsünüz, bir qayda var, bir ümumi bir fikir var. Bir də iş üsullarımızdan deduktiv düşünmə klasterdədir. Demək, mərkəzə bir söz yazılır, onun ətrafında sözlər şaxələndirilir və yaxud da Freyer modeli. Bir söz yazılır, hər hansı bir termin yazılır, onun necə deyim, tərifi verilir, onun nümunəsi verilir, əks nümunəsi verilir. Yəni nə olur? Artıq oradan deduktiv. Yəni bir ortalığa mərkəzə bir söz yazılır, artıq onun ətrafında söz şaxələndirilir, genişləndirilir. Bax bu şəkildə də deduktiv düşünmə baş verir.